15-ci temamıza etibar qaratamiz. Demək, matematik əməllər xassaları. Demək, birinci bizə qoşunun xassalarını görüb çıxamız. Qoşunun neçə xassaları var? Neçə ola bilən tez işləsək boladayan xassaları görüb çıxamız. Demək, birincisi bu əynən tenglik xassası. Əynən tenglik. Əynən tenglik. Yəni ə sonuna 0-ni qoşsaq bərabər ə sonunun üzü xası vardır. Buna 2 dənə misal görürüz. Yəni 7-yə 0-ni qoşadan bulsaq bərabər 7 sonun xası bular ekan. 5-ə qoşamız 0, yəni 5 sonun xası bular. Hər qanday sona 0 sonunu qoşsaq və şu sonun üzü xası bular ekan. Keyinki xassamız bu orun əlməşiş xassası. Orun əlməşiş. Orun əlməşiş xassası ekan. Yəni ə sona bu sonunu qoşdum deyənim bilən, bu sona ə sonunu qoşdum deyən ikisi dəng bular ekan. Buna misal, yəni 2-yə qoşaman 7-ni teng boladı, 7-yə qoşaman 2-ni. İkisində xam nəticə 9 çıxadı. Keyinki misalımız 9-a qoşaman 11-ni teng boladı, 11-ə qoşaman 9-nu. Yəni 9-a 11-ni qoşadan bolsam 20, 11-ə 9-u qoşadan bolsam 20 sonra xası boladı ekan. Yəni ikisi birdə teng bolub tutdu. Bu orun əlməşiş xassasıdır. Keyinkisi bu güruhlaş xassası. Güruhlaş xassası bu. Güruhlaş xassası. Güruhlaş xassası. Yəni ə sonuma, əvvəl bu sonuma s sonumu qoşub, keyin ə sonuma qoşqanım, əvvəl ə sonuma bu sonumu qoşub, keyin s sonuma qoşqanıma deyək. Yəni misal görürəm. 2-yə qoşamız 7 qoşub 3-nü. Teng boladı. Yəni 2-yə qoşdurub 7-ni, keyin 3-nü qoşqanıma. Qoşaman 3-nü. 7-yə 3-nü qoşadan bolsam 10, 10-a 2-ni qoşadan bolsam bir də 12 sonun xası buladı ekan. Keyinkisində qaydam bolsaq 2-yə 7-ni qoşsaq 9, 9 sonun 3-nü qoşadan bolsaq bir də 12 sonun xası buladı. Yəni ikisində ham nəticə bir xil olub durubdu. İndi köpəytirişin xassalarını görüb çıxamız. Qaydam bolsaq birinci xassamız ə sonunu 1-ə köpəytirəmiz. Demək ə sonun xası buladı. Yəni hər qanday sonunu 1-ə köpəytirsək şu sonun üzü xası buladı ekan. Buna misal görüb çıxamız qaranğa. 1-ni köpəytirəmən 7-yə. Yəni 1-ni hər qanday sona köpəytirsəm 7-nin özü xasıl buladı. Yəni şu sonun özü xasıl boluşu gərək bizərdə. Keyinkisi 21-ni köpəytirəmən 1-ə. 21 sonun xasıl buladı. Hər qanday sonunu 1-ə köpəytirsəm şu sonun özü xasıl buladı ekan. Bu əynən tenglik xassası ekan köpəytiriş üçün. Əynən tenglik. Əynən tenglik xassası ekan. İndi ikinci xassamız bu. Ə sonunu bu sonuna köpəytirdim deyəni, bu sonunu ə sonuna köpəytirdim deyəndə deyək ki, yəni 2-ni köpəytirdim 3-ə deyəni, 3-nü köpəytirdim 2-ə deyənimizə deyək. Yəni 2 3-ümüz 6, 3 2-miz ham 6. Bu bir tengsizlik. Keyinkisi 5-i köpəytirəmiz 4-ə deyənimiz, yəni 4-ü köpəytirəmiz 5-ə deyənimizə deyək. Bu ham da 20-ni bərədir, bu ham 20-ni bərədir. Bu xassamız demək orun əlməşiş. Orun əlməşiş. Orun əlməşiş xassası ekan. Keyinki xassamız bu, yəni ə sonunu əvvəl bu sonunu s sonuna köpəytirib, keyin ə sonuna köpəytirənimiz, ə sonunu bu sonuna köpəytirib, keyin s sonuna köpəytirənimizə deyək. Yəni karimiz 3-nü köpəytirəmiz 2 köpəyyən 3-ə. Və dəng boladı. Bu anda 3 köpəyyən 2 və 3-ə köpəytirənimizə. Rastdan xam nəticəsini bolarmı karimiz? Əvvəl 2-ni 3-ə köpəytirəmiz 6, 6-nı 3-ə köpəytirsək 18 gələr. Keyinkisi 2-ni 3-ə köpəytirəmiz 6, 6-nı 3-ə köpəytirsək bu ham 18 gələr. Demək nəticəmiz dəng boladı. Bu xassamız güruhlaş xassası ekan. Yəni 2-1 2-1 güruhlab durub, keyin köpəytirsək buladı ekan. Güruhlaş. Güruhlaş xassası ekan. Keyinki xassamız bu təqsimat qanunu hesablanır. Demək təqsimat qanunu çox caylarda kullanılır. Təqsimat qanunu. Demək təqsimat qanunu. Yəni ə sonunu bu sonuğa köpəytirib, qoşamız ə sonunu s sonuğa köpəytirənimizdir. Bu yerdə ikisindən bir xil köpəytirici, yəni ə volt tutdu. Bunda ham ə var. İkisindən əməlini çıxaramız. Bu yerdə ə yoxda qoyulubuz, fəqət b qalır. Bir də ə yoxda qoyulasaq, fəqət s qalır. Yəni b plus s bolar. Yəni ortamız plus bolsa, plus minus bolsa, minus boluşu mümkün. Yəni ə köpəyən b minusdan ə köpəyən s boladan bolsa, yəni çıxaramız ikisindən bir xil köpəytirici. Köpəyimiz b minusdan s gələr ekan. Bu yerdə minus bolsa orta minusa aylanır ekan. Buna misal 3-nü köpəytirəmən 5-ə, ayıramən 3-nü köpəytirəmən 2-yə. 3-nü 5-ə köpəytirsək 15, ayıramən 3-nü 2-yə köpəytirsəm 6. 15-dən 6-nı ayıradan bolsam bir də demək
9 sonu hosil bo'ladi. Endi shuni osonroq yetish usuli ikkisidan boy ko'paytiruvchi 3. 3 ni chiqaramiz ko'paytiruvchidan. 5 dan ayiramiz 2 ni, 5 dan ayiramiz 2 ni. Ya'ni 3 ko'paygan 5 dan 2 ni ayiradigan bo'lsam 3 keladi. 3 ga ko'paytirsam 9 soni hosil bo'ladi ekan. Bu ansat yo'li. Bu kattaroq misollarda tez chiqishi uchun qo'llaniladi. Yana birisi bu plus usulini ko'rib chiqamiz. 7 ko'paygan 8 plusdan 8 ko'paygan 9. Demak, bu yerdan hozirgi usulni qo'llasak bo'ladi. Ikkisidan bir xil ko'paytiruvchi 8 bo'lgani uchun 8 ni qavsdan tashqariga chiqaramiz. Birinchida 7 qoladi. O'rta plus bo'lgani uchun plus bo'ladi. Keyin ikkinchida 9 soni hosil bo'ladi ekan. Endi 8 ni ko'paytiramiz, 7 ga 9 ni qo'shamiz, 16 ga. Ya'ni 16 ga ko'paytiramiz. 18 48 ni 8 ni 4 yoqda 8 1 8 12. 128 soni hosil bo'ladi. Bu ansat hisoblash yo'li. 2 marta ko'paytirib o'tamiz, faqat 1 marta ko'paytiramiz. Endi shu misollarni ham ko'rib chiqamiz sizlar bilan. Qaraymiz. Bu yerda 18 ni 36 ga ko'paytirishimizga, yarishimizga 16 dan 36 ko'payganni va qo'shishimiz kerak 8 ko'paygan 36 ni. Qaraydigan bo'lsak, bizlarda demak 3sidan bir xili bu 36 bo'lib turibdi. 3sidan bir xil ko'paytiruvchi. Ya'ni 36 ni biz qavsdan tashqariga chiqaramiz. 36. Bu yerda 36 ni yo'qda bo'ladigan bo'lsak 18 qoladi, ayiramiz. Bu yerda 36 ni yo'qda bo'ladigan bo'lsak 16 qoladi. Qo'shamiz, o'rta qo'shib bo'lgani uchun bu yerda 36 ni yo'qda bo'lasak 8 hosil bo'ladi ekan. Demak, shu amallarni bajarishimiz kerak. Bu yerda ko'paytiruv bor. 36 ko'paygan 18 dan 16 ni ayiradigan bo'lsak, bu yerda 2 bo'ladi. 12 8 2 ni qo'shadigan bo'lsak 10, ya'ni ko'paytirsak 360 soni hosil bo'ladi ekan. Keyingi misolimiz dastlabki 100 ta natural son yig'indisini toping. Ya'ni natural sonlar bu sanashga ishlatiladigan sonlar edi. Bu natural sonlar birdan boshlanadi. +2, +3, +4, +5, 98, +99, +100 sonlar ekan bular. Endi shularni qo'shishimiz kerak. Bularni yig'indisini necha hisoblaymiz? Birma-bir qo'shib o'tirib chiqib bilmaymiz hammasini. Ansat yo'li bor. Ya'ni 1 ga 100 ni qo'shamiz, 99 ga 2 ni qo'shamiz, 3 ga 98 ni, 4 ga 97 ni, 5 ga 96 ni. Hammasining natijasi bu yerda 101, bu ham 101, bu ham 101 bo'ladi. Demak, hammasi 101, 101, 101 ga turibdi. Ya'ni biz 1 bilan 100 ni birga yo'qlaymiz, keyin 99 bilan 2 ni, 3 bilan 98 ni, 4 bilan 97 ni, 5 bilan 96 ni birga yo'qlaymiz. Bularning hamma natijasi, ya'ni bular 101 ni bar turibdi. Yozib olamiz, ya'ni 1 qo'shuv 100 plusdan 2 qo'shuv 99 plus 3 qo'shuv 98 shundan ketaveradi. Ya'ni biror joyda tugaydi. Nasıl desa, bizlarda sonlarimiz cheksiz emas, faqat 100 dona son bor. Endi shuni necha dona kaos bo'lajagini hisoblab olamiz. Kaosning ichi 101 ni bar turibdi. Bu yerdan 101 ni, bu yerdan 101 ni bar turibdi. Necha dona kaos bo'ladi? Ya'ni 1 dan 100 gacha 100 dona son bo'lgani uchun 2 1 2 1 2 1 guruhdan bo'lsak, biza 100 ni bo'lishimiz kerak 2 ga, ya'ni 50 dona kaos bo'ladi ekan. 50 dona kaosning ichi har qaysi bizlarda 101 dan bo'lgani uchun biza 101 ni 50 ga ko'paytirishimiz kerak. 101 ni ko'paytiramiz 50 ga. Ko'paytiradigan bo'lsak, ansat usulidan foydalanamiz. 0 ni orqaga qo'yamiz. Bir dona 5 1. 5 5 0 0 5 1 5, ya'ni 5050 soni hosil bo'ladi ekan. 1 dan 100 gacha bo'lgan natural sonlar yig'indisi 5050 degan ekan. Ansat yo'li shu. Ikki dona misoldan demak, biz oson yo'l bilan yechish usullarini ko'rib chiqamiz. Qaraydigan bo'lsak, 80 ni 76 ni ayiramiz, qo'shamiz 72 ni, ayiramiz 68 ni, qo'shamiz 64 ni, ayiramiz 60 ni, hokazo 8 ni ayiramiz 4 ga turibdi. Qaraydigan bo'lsak, bir qarashda bilib bo'lmaydi, hammasi juft sonlar bo'lib turibdi. Lekin har birini 4 ga bo'lib chiqadigan bo'lsak, bularni hammasi 4 ga karrali bo'lgan sonlar, ya'ni 4 ga bo'linadigan sonlar. Endi bizlar savol berishimizga yuzamizda 80 gacha 4 ga bo'linadigan sonlar necha dona degan savolni qo'yishimiz kerak. Buning uchun biz 80 ni bo'lishimiz kerak 4 ga. Bizlarda 20 dona son bor ekan, 80 ga bo'linadi. Yo'q, 4 ga bo'linadi. Demak, 20 dona son bor ekan, 80 76 sanab chiqadigan bo'lsak, 20 dona sonni ayirib qo'shib chiqishimiz kerak emas. Endi men osonroq bo'lishi 2 1 2 1 guruhlab olaman ayirmalarni bizlarda. Demak, ayirmalar 2 1 2 1 guruhlaydigan bo'lsam, har bir ayirmamiz bizlarda 4 ni bar turibdi. Bu ham 4, bu ham 4, bu ham 4, ya'ni bu ham 4 ni bar turibdi. Endi bizlarda 20 dona son bor edi. 2 1 2 1 guruhlab turibman. Shuning uchun buni 2 ga bo'laman. Ya'ni 10 hosil bo'ladi. 10 dona guruhimiz hosil bo'ladi. Har bir guruhimizning natijasi bu yerda 4 ga teng bo'lib turibdi. 10 ni 4 ga ko'paytiradigan bo'lsam, 40 hosil bo'ladi ekan. Ya'ni shu yig'indi bilan ayirmalarni qo'shib chiqadigan bo'lsam, bir-biridan qo'shib ayirib chiqadigan bo'lsam, 40 soni hosil bo'ladi ekan oxirgi natijamiz. Keyingi misolimizni qulay usul bilan yechishimiz kerak. Ko'pchilik o'quvchilar bir yoqdan qo'shib boradi, bu xato hisoblanadi.
Ansat usulunu çek. Yani 24'e 76'nı koşamız ve 612'ye 388'ni koşamız. Şunda işimiz ansatlaşadı. 324'e 76'nı koşadan bolsak 400 sonu hasıl boladı. 400 koşamız. 388'e 612'ni koşadan bolsak bir yerdə 900 və 1000 sonu hasıl boladı. Yəni 88'e 12'ni koşadan bolsam 100, 300'e 600'ü koşadan bolsam 900, 900 üstüne 100'ü koşup versem 1000 hasıl boladı. 1000'ni koşadan bolsak, yəni bu yerdə 1400 sonu hasıl boladı ekan. Şu iki misalını ham görüp ötəmiz. İndi demək bularım ansat usullarda yetişini görüp ötəmiz. Köpçülük oxucular bir yerdə 73'ü 25'e, keyin 5'e, keyin 4'e, keyin 2'ye köpəytirib çıxardı. Bu hata hesablanırdı. Bunu tez işləş, ansat usul da işləş texnikasını öyrətmək qaranlar. Əvvəl bizə 25'i 4'e köpəytirəmiz. Bizə köpəytirədən olsaq bir yerdə 100 suallıq hasıl boladı. Keyin 2'ni 5'e köpəytirəmiz. Yəni koşunu gruplar kanunundan faydalandığımız, yəni 2-1-2-1 gruplar, keyin köpəytirdiyimiz 5'i 2'ye köpəytirən olsaq 10 hasıl boladı. Demək, misalını saddalaşdırıb yazıb alamız. 73 köpəyən 100 köpəyən demək 10 ekan. 10'u 100'e köpəytirsən 1000 sonu hasıl boladı. Buna həmmə boladı. Demək 73 köpəyən 1000 boladı. 73'ni 1000'e köpəytirsən asan usulu əvvəl 3 dənə nölünü arxaya yazıb alamız və birini 73'e köpəytirədən olsaq bir də 73 sonu hasıl boladı. Ekan. Keyin bu 73.000 sonu ayıraq. Yəni bu ifadanın qiyməti 73.000 ekan. Bunu bir işləb çıxanlar şunda güruhlab asan yol bilə işləyən maqul. İkinci misalla karedan bolsaq, demək 38'dən 645'e köpəytirəcəm gərək, keyin 645'i 28'e köpəytirib bir-birinə ayırışım gərək ekan. Əvvəl birinci ikisindən köpəytiriş becərilədi və üçüncü üsulumuz bu ayırış hesablanadı. Demək ikisindən bir xil bolğanını, yəni köpəytirişli təqsimat qanunundan faydalanmamız. Köpəytirişli təqsimat qanunundan faydalanalım bolsaq, bir də 645'ini çıxartacağız. 645'i Kalstan taşqarğa çıxaramız. Bu yerdə 645 nöqtə bölümümüz 38 qaladı. 38 ayıramız. Bu yerdə 645 nöqtə bölümümüz olacaq. Fəqat 28 boladı. Orta ayırış bolanı üçün bir yerdə ham ayırış boladı. Demək 645 köpəyən 38-də 28 nərsəm 10 gələdi və 10'a köpəytirən vaxtda fəqat arxasına 0 qoysam oldu. 645'i 1'ə köpəytirəm və 0 qoyam. 645 demək 0. Bu 6450'yə denk boladı ki. Asan usulü işləşini.